Mamadova Nəzakət Kərəm qızı 1977-ci ildə Füzuli rayon Pirəhmətli kəndində anadan olmuşam. 1993-cü ildə müharibə başlayanda biz oradan məcburi köçkün düşdük. Bakı şəhərinə köçdük. Evladlarımıza Füzuli sevgisini ötürə bilmişdik. Yəni evladlarımız Füzulini görməsə də həmişə onlar da bizim kimi Füzuli həsrəti ilə bura köçəcəyimiz günü gözləyirdilər. 2020-ci ildə müharibə başlayan zaman ümidimiz biraz da artdı ki, biz tezliklə öz torpaqlarımıza qovuşacağıq. Biz çox sevinirdik və buna nail olduq. 2024-cü ildə yanvarın 24-də biz Füzuliyə köçdük. Burada bizi evlə təmin elədilər. İş məsələsi ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət elədik. Tikiş sahəsində işləyə bilərəm. Onlar da kurslara cəlb elədilər bizi. Kursumuz 2 ay davam elədi. Məni Dövlət Məşğulluq Agentliyi Aztekstil MMC-də işlə təmin elədi. Artıq bir neçə aydır bu şirkətdə tikişçi vəzifəsində çalışıram. Nə xoşdur ki, artıq öz vətənimdə həm yaşayıram, həm işləyirəm. Artıq buranın daimi sakiniyəm.